Bəstəkarları müqayisə edərək. Bugünkü müqayisəmiz Üzeyir Hacıbəyli və Müslüm Maqomayev haqqında olacaq. Zəhmət olmasa kanala abunə olub, bəyənib, yorum yazıb paylaşın ki, mənə dəstək olmuş olasınız. Üzeyir Hacıbəyli və Müslüm Maqomayev Azərbaycan Professional Musiqi Məktəbinin yaranmasında və inkişafında xüsusi xidmətləri olan iki böyük bəstəkardır. Onlar 20-ci əsrin əvvəllərində Azərbaycan musiqisinin yeni mərhələsini yaratmışdı. Xalq musiqisi ənənələrini Avropa klassik bəstəkarlıq sistemi ilə birləşdirmişlər. Hər iki sənətkar Azərbaycan operasının, teatr musiqisinin və milli bəstəkarlıq məktəbinin formalaşmasında mühüm rol oynamışlar. Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci ildə Şuşada anadan olmuşdu. O, Azərbaycan Professional Bəstəkarlıq Məktəbinin banisi, ilk milli operanın yaradıcısı, musiqişünas pedaqoq və böyük ictimai xadim olmuşdu. Üzeyir Hacıbəyli Azərbaycan musiqisində şərq və qərb musiqi sistemlərini birləşdirən yeni bir yol açmışdı. Müslüm Maqomayev 1885-ci ildə Qrozno şəhərində anadan olub. O, Üzeyir Hacıbəylinin yaxın silahdaşı, Azərbaycan Bəstəkarlıq Məktəbinin ilk nümayəndələrindən biri olub. Müslüm Maqomayev bəstəkar, dirijor və musiqi təşkilatçısı kimi fəaliyyət göstərmişdi. Hər iki bəstəkarın yaradıcılığında Azərbaycan musiqisi əsas mənbə olmuşdu. Onlar muğam, xalq mahnıları və milli intonasiyalardan istifadə edərək professional musiqi əsərləri yaratmışlar. Lakin onların musiqi üslubunda fərqli xüsusiyyətlər var idi. Üzeyir Hacıbəyli daha çox böyük musiqi dramaturqu kimi tanınır. Onun yaradıcılığında opera janrı əsas yer tuturdu. Leyli və Məcnun operası 1908-ci ildə yazılmış və şərqdə ilk opera kimi tarixə düşmüşdür. Bu əsər muğam ənənəsini opera forması ilə birləşdirərək Azərbaycan musiqisində yeni dövr açmışdı. Müslüm Maqomayev də opera janrına böyük töhfə vermişdi. O, Şah İsmayıl operası ilə Azərbaycan opera sənətinin mühüm əsərlərindən birini yaratmış oldu. Bu əsərdə xalq dastanları, qəhrəmanlıq mövzuları və milli musiqi elementləri geniş istifadə olunmuşdu. Üzeyir Hacıbəylinin musiqi dili daha çox geniş miqyaslı, dramatik və yenilikçi xarakter daşıyırdı. O, muğamın improvizasiya xüsusiyyətlərini klassik musiqi formaları ilə uyğunlaşdırmağı bacarmışdı. Onun əsərlərində həm milli ruh, həm də peşəkar kompozisiya texnikası hiss olunurdu. Müslüm Maqomayevin musiqisi isə daha çox lirik, melodik və xalq ruhuna yaxın xüsusiyyətləri ilə seçilirdi. Onun əsərlərində xalq mahnılarının təsiri, aydın melodiyalar və milli kolorit güclü idi. Orkestrasiya baxımından Üzeyir Hacıbəyli böyük yeniliklər etmişdi. O, Azərbaycan musiqi alətlərinin və muğam intonasiyalarının klassik orkestr düşüncəsi ilə birləşməsinə nail olmuşdu. Onun yaradıcılığa milli orkestr məktəbinin inkişafına yol açmışdı. Müslüm Maqomayev də orkestr və səhnə musiqisi sahəsində mühüm əsərlər yaratdı. O, xalq melodiyalarını orkestr səslənməsi ilə birləşdirərək milli musiqi üslubunu inkişaf etdirmişdi. Pedaqoji və təşkilati fəaliyyət baxımından Üzeyir Hacıbəyli daha böyük rol oynadı. Azərbaycan musiqi təhsilinin əsasını qoymuş, musiqi kadrlarının yetişməsinə böyük xidmət etmişdi. Onun elmi əsərləri, xüsusilə Azərbaycan xalq musiqisinin əsasları tədqiqatı böyük əhəmiyyət daşıdı. Müslüm Maqomayev də Azərbaycan musiqi həyatında təşkilatçı və dirijor kimi fəaliyyət göstərdi. O, milli musiqi kollektivlərinin inkişafına və xalq musiqisinin təbliğinə töhfə verdi. Tarixi əhəmiyyət baxımından Üzeyir Hacıbəyli Azərbaycan musiqisinin memarı hesab olunurdu. O, yalnız bəstəkar deyil, bütöv bir musiqi məktəbinin yaradıcısı idi. Müslüm Maqomayev isə həmin məktəbin ilk böyük nümayəndələrindən biri olmuşdu. Azərbaycan operasının və milli bəstəkarlıq ənənəsinin inkişafında mühüm töhfə verdi. Beləliklə, Üzeyir Hacıbəyli və Müslüm Maqomayev Azərbaycan musiqisinin iki əsas sütunu oldu.
Üzeyir Hacıbəyli milli musiqinin elmi və professional əsasını yaratmış, opera sənətini yeni mərhələyə yüksəltmişdi. Müslüm Maqomayev isə bu yolu davam etdirərək Azərbaycan musiqi mədəniyyətinin inkişafına böyük xidmət göstərdi. Biri Azərbaycan professional musiqisinin qurucusu, digəri isə onun ilk böyük davamçılarından biri kimi tarixdə öz yerini aldı.